Masallı rayonunda otellərdən birində qətl hadisəsi baş verib. Hadisə axşam saat 17 radələrində qeydə alınıb. Belə ki, Salyan rayon sakini 29 yaşlı Röya Hüseynova ürək nahiyəsindən bir bıçaq zərbəsi alıb. Bıçaq zərbəsi almış Röya Hüseynovanın Masallı Mərkəzi rayon xəstəxanasına aparılan zaman artıq yolda keçindiyi məlum olub. Qadının meyidi müayinə olunmaqdan ötürü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin versiya kimi qətlin Röya Hüseynovanı keçmiş həyat yoldaşı 41 yaşlı Masallı sakini İbrahim Muradov tərəfindən qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Gecə saatlarında İbrahim Muradov hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb. Şailə Bayramlı, Sərrah Mirsəfəroğlu, Səs TV, Masallı.